Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir tənliyi həll eləyək. Deyir ki, 2 arc sinus x üzərinə gəlinsin. Arc cosinus x bərabərdir pi bölü 6 tənliyini həll edin. Burada bu 2 arc sinus x'i mən parçalasam, yazaram ki, arc sinus x üstə gəlinsin arc sinus x və plus arc cosinus x olduğu kimi qalır. Arc cosinus x bərabər olur pi bölünsün 6'ya bu şəkildə. Və biz bir şey bilməliyik ki, arc sinus x və arc cosinus x burada bu tərs diaqramdakı funksiyaların təyin oblasti, yəni x-in ala biləcəyi qiymətlər -1 parçasında olduğu üçün arc sinus x ilə arc cosinus x-in cəmi bizə verir pi bölünsün 2-ni. Verir pi böl 2 bu şəkildə. Gətirib yazıram ki, arc sinus x üzərinə gəlinsin pi bölünsün 2 bərabərdir pi bölə 6'ya. Pi bölünsün 6'ya. Və buradan alıram ki, arc sinus x bərabərdir -pi bölünsün 3 bu şəkildə. Və mən burada bu bərabərliyin hər iki tərəfin sinuslamaq istəyirəm. Yazıram ki, sinus bir dəqiqə. Yazıram ki, sinus arc sinus x bərabərdir sinus -pi bölünsün 3 bu şəkildə. Və buradan alıram ki, belə alıram ki, x bərabərdir -sinus pi bölünsün 3'ə. -sinus pi bölü 3. Deməli buradan da x bərabər olur -, kvadrat kök altda 3 bölünsün 2. X oldu bu. Və həmin bu -, kvadrat kök altda 3 bölünsün 2-dəki bizim bu parçamıza düşdüyü üçün, deməli bizim x-imiz olacaq -, kvadrat kök altda 3 bölünsün 2. Yəni ki, D bəndi. Belə.